Vaxtınız xeyir olsun. Bu gənc səndə. Növbəti gəncində sizi salamlayırıq. İnanırıq ki, gənc istedadları tanımaq sizin xoşunuza gələcək. Bundan əlavə, əgər sizin də istedadınız varsa, bizə müraciət edirsiniz və biz tezliklə sizi bütün Azərbaycana tanıdırıq. Başladıq. Zaqatalaya yollanırıq. Həmkarımız Samirə sizi rəqqas gəncimizlə tanış edəcək. Rəqqas gəncimizin özünə xas ifa tərzi var. Elə bu da onu fərqli edir. Süretimizin qəhrəmanı olan Anar öz rəqsi ilə bizi özünə heyran qoydu. Sizi onu tanımağa dəvət edirik. Zaqataladan bütün gənclərə salam. Bu dəfə sizi tanış etmək istədiyim gənc Anardır. Anar rəqslə məşğul olur. İstəyirəm onu daha yaxından elə özündən tanıyaq. Salam Ana. Salam, xoş gəldin. Sən? Sağ ol, siz necəsiniz? Yaxşı. Özünü buyur tamaşaçılara, bir də özünü tanı. Əvvəla hər birinizi salamlayıram, xoş gəlmisiniz. Mən İsmailov Anar, rəqslə məşğulam, 14 ildir ki, rəqs fəaliyyətini görürəm. Hal-hazırda neçə yaşın? Hal-hazırda 22 yaşım. Lap yaxşı. Anar, uşaqlıqda məşğul olursan da, düzdür? Bəli, uşaqlıqda. Həvəs hardan yaranıb rəqsə? Düzdür, bizdə heç bir ailəmizdə heç biri musiqi ilə məşğul deyil. Sadəcə özümün istəyi olub. Uşaqlıqdan rəqs arzum olub. Rəqslə məşğul olub, bu yaşa çatmışam. Başqa hansı belə deyim, maraqların var? Başqa nə ilə maraqlanırsan? Və ən çox maraqlandığım rəqsdir. Daha çox hansı rəqslər? Milli rəqsdir. Zaqatalada avar rəqsləri də var. Onlarla da məşğul oluram, amma milli rəqslərə daha çox üstünlük verirəm. Bəs hip-hop heç vaxt maraqlandırmayıb səni belə breakdans, digər rəqs növləri? Onlarla bir o qədər də maraqlanmam. Rəqsdə sənin üçün əsas element hansıdır? Əsas element elə hamısı. Məsələn, ən belə vacib hansıdır ki, o rəqsin xüsusiliyini, qeyri-adiliyini bildirir? Yəni əl hərəkətidir, ayaq hərəkətləridir və yaxud musiqiyə ritmlə uyğunluğudur? Əslində musiqi ritmi ilə uyğunluğudur hərəkətlərin, amma ilk öncə rəqsdə bədən quruluşu vacibdir. Yəni bədən düz durmalıdır, üz mimikasıdır, baş yerə o əyilməməlidir, gözlər qarşıda olmalıdır. Onların hamısı üstündür. Geyimlər məsəl üçün rəqsdə fərqlidir də, Azərbaycan əlbəttə fərqlidir. Onları hardan tapırsan? Onları Zaqatalada bizim mədəniyyət evindən təşkil edirlər. Sağ olsun Zümrüt müəllimə, Gülnarə müəllimə. Amma belə də ki, tikdirməyə də müraciət edib, paltarı tikdirirlər. Ən çox harda rəqs edirsən? Burada, yəni məşq zallarında, yəni digər məsəl üçün toylara, şənliklərdə, bayramlarda rəqs edir. Hə, o da olur. Toylarda, bayramlarda təbii ki, dəvət edirlər, rəqsimizi edir. Sağ olanda bəs soruşublar da, yəqin ki, böyüyəndə nə olmaq istəyirsən, nə demisən sən? Hüquqşünas. Bəs təhsil almamısan, nə olacaq? Hələ alıram. Hüquqşünaslıq üzrə? Yaxşı, onda gələcəkdə sən uğurlar hüquqşünaslıqda. Biz sənə təşəkkür eləyirik, çox sağ ol. Yəni, hər zaman belə gözəl rəqslər elə və gözəl insanları öyrət ki, gələcəkdə onlar da sənin kimi gözəl rəqs etsin. Təşəkkür edirəm, minnətdaram, çox sağ olun. Yenə də özlərinin təşəkkürümü bildirirəm ki, əziyyət çəkib gəlmisiniz.
Şamxal Atakişiyev. O bugün ən çox tələbat olan peşə ilə məşğuldur. Çilingər kimi fəaliyyət göstərən Şamxal bu peşə ilə uşaqlıqda məşğuldur. Artıq o bu sahədə öz sözünü deməyi bacarıb. Şamxal düşünür ki, vacib deyil hansı sənəti seçəsən. Əsas odur ki, bu işin dərinliklərini yaxşı biləsən. Hətta o çəkiliş zamanı gənclərə məsləhət verməyi də unutmur. Surətə görə əməkdaşlarımıza təşəkkür bildiririk. Avtomobillər bizim rahatlığımızı, uzaq məsafələri qısa zamanda qət etməyimizi təmin edən vasitələrdən biridir. Avtomaşının sazlığı vacib məsələlərdəndir. Bu işdə əsas yardımçılarımız isə avtomobil ustalarıdır. Bugün sizi tanış edəcəyimiz qəhrəmanımız gənc maşın ustasıdır. Şamxal Atakişiyev 1989-cu ildə Xaçmaz rayonunda anadan olub. Əvvəl usta yanında şagird işləyərək bu işin incəliklərini öyrənib. 5 ildir ki, sərbəst fəaliyyət göstərir. Atamın maşınları olduğuna görə atam işləyəndə atama kömək eləyirdim. Belə, yəni getdikcə hiss elədim ki, mənim sənətə həvəsim var. Həvəsim olduğuna görə yanaşmışam. Yəni ondan sonra da hərbi xidmətdən qayıdandan sonra işləmişəm. Mənim sənətim çilingərdir. Əsasən çilingərə aid. Yəni maşının xadoboyuna deyək də belə bunlara aid olan bir işlər görürəm mən. Gənc çilingər deyir ki, hər bir insan peşəsinə sevgi ilə yanaşmalıdır. Əgər həvəs varsa, onda iş darıxdırıcı olmur. Öz sənətindən zövq alırsan. Yaxşı usta olmaq üçün birinci növbədə iş və həvəslə, səbirlə, təmkinlə, hörmətlə yanaşmalısan. Diqqətlə yanaşmalısan. Yəni, hər bir şeyi maddi cəhətdən fikirləşmək lazım deyil. Əsas insanda gərək hansısa bir sənətə həvəs olsun. Yəni, həvəs olandan sonra, insana qabiliyyəti olandan sonra mən bilən insanın bacarmadığı heç bir şey yoxdur. Şamxalın sözlərinə görə usta avtomobilin, dəmir-dümürün dilini bilməkdən başqa müştərilərlə də düzgün ünsiyyət qurmağı bacarmalıdır. Bəzən gənc ustaya kaprizli sürücülər rast gəlir. İnsansın qəliz müştərilər olur, hansısa bir işi səbirsizliklə tələb edən müştərilər olur. O da görür ki, usta işin keyfiyyətli görəndən sonra daha ehtiyac olmur onun hansısa bir tələsməyinə. Bugün bütün dünyada avtomobil sənayesi sürətlə inkişaf edir. Tez-tez texnologiyalar dəyişir, modernləşir. Bu isə minik vasitələrini təmin edən ustaların məsuliyyətini artırır. Günü-gündən texnologiyalar dəyişir, yeni istehsallar olur, yeni texnologiyalar olur, yeni formada avtomobiller istehsal olunur. Yəni bunları vaxtı-vaxtında hər hansısa bir internetdənmi, jurnallardanmı öyrənmək lazımdır. İndiki zamanda məktəblərimiz var, yəni məktəblərdə oxuya bilərik, diplom almaq olar. Yəni belə bir şeylərdən öyrənmək mümkündür. Usta sürücülərə məsləhət görür ki, nəqliyyat vasitəsini mütəmadi baxışa təqdim etsinlər. Çünki hər hansı problemin öncədən aşkar olunması gələcəkdə baş verə biləcək təhlükələrin qarşısını alır. Texniki nasazlığın vaxtında aradan qaldırılması həm də maddi cəhətdən sərfəlidir. Bununla dəyə biləcək ziyanı qabaqlamaq mümkündür. Coşqun Beydullayev, Məhərrəm Bağırov, Xaçmazdan Gəncsən üçün. Dərddən, kədərdən, fərqi yox, kəndsən, şəhərdən, bura gəlsən, bura gəncsən. Hər dəfə sən öz yaşıdlarından seçilirsən. Bilmirəm sirrin nədədir, daim bir addım irəldəsən. Mənim qəhrəmanım məhz sənsən, əhsən sənə. Bu bir ənənə, birinci yerdə, yenə də zirvələrdə. Azərbaycan gəncidir, qürur vericidir. Sayını itirmişəm, görəsən bu uğur neçəncidir. Bil ki, hər birimiz vətənini sevən əskərdir. Ülgər, zərgər ola bilər, rəhbər, bərberdir. Kimi vəkil, kimi də həkimdir. Rejissor, aktyordur, fotoqrafdır, musiqiçidir. Rəqqasdır, rəssamdır, idmançıdır, əkinçidir. Hər bazar günü Region TV-də efirdədir. Gedin diyarın, müasir gənci, hər müxbirin öz dəsti xətti. Qəti təslim olma, dostun ciddidir. Gənc sənin gələn süjeti sənə aiddir. Bitdi, mənə ayrılan vaxtda tap, axtar, ünvanımızı yadda saxla. Kreativliyimiz qaçılmazdır. Nə qədər yazsam sazdır, nə qədər desəm azdır.
Aslanov. Onu Qəmlu ağa kimi tanıyırlar. Ruhin fotoqrafdır və onun üçün çəkiliş zamanı vacib olan şəkil çəkdirən insanın onun tapşırıqlarını birə-bir yerinə yetirməsidir. Qəmlu ağa üçün işi çox vacibdir. O bu peşə ilə məşğul olan zaman çox böyük zövq aldığını deyir. Surətə görə Kəmran və Almaza təşəkkür bildiririk. Ruhin, atan nə olub? Qaşın qabağın niyə yerlə gedir? Hə? Ata sənin üçün hədiyyə alıb, bu gün. Heç bilmirsən nə almış, ha? Göstərim hədiyyəni? Bax, hələ. O deyil. Sağ ol, sağ ol, sağ ol. Salam. Çox gözləmədik. Yox, xoşdur, ev yoxdur, heç olmaz. Biraz bu havada səni gözlədim. Hava biraz yağışlıdır, amma gözəl havadır, əsl çəkiş havasıdır. Məncə də yaxşı. Məndə də, mənzərə də gözəldir. Ruhin, şəhərimizdə də kifayət qədər sən populyar bir fotoqrafsan. Necə oldu ki, sən bu qədər zaman ərzində məşhurluq qazana bildin və yəni şəkillərin sənin həqiqətən çox keyfiyyətli, çox yaxşı şəkillərdir. Adətən insan həmişə şəkil çəkəndə gərək obraza gizlin çəksin ki, mən də fotoqraf olduğum kimi çəkdiyim kadrlarda həmişə istəyirdim ki, çəkdiyim insanlar o şəkillərə baxanda zövq alsınlar. Yəni zövq verici bir hissdən çəkirdim ki, kadra baxanda istər-istəməz o şəkildəki olduğu obrazları onlarda canlandıra bilir. Baxanda istər-istəməz onlarda həvəs yaranırdı və bu da məndəki həvəsi daha da artırdı fotoqrafiyaya qarşı. Ona görə də fotoqraf sənətini daha da çox sevməyə başladım. Bayaq səni tamaşaçılara Ruhin deyə təqdim etdim, ancaq səni çox insan Qəmlu ağa kimi tanıyır. Bəs Qəmlu ağa, sənin üçün fotoqrafiya nə deməkdir? Mən üçün fotoqrafiya çəkdiyim mənzərələri, insanları, yəni ətrafımdakılara özümə məxsus şəkildə çatdırmaq deməkdir. Siz də bu gün məndən müsahibə aldınız, mən də istəyirəm bu müsahibəni əbədiləşdirmək üçün sizin bir dənə fotonuzu çəkim. İnşallah verin, baxarsınız. Arxa gedim biraz, azmaz arxaya. Sağa tərəf. Biraz böyrücə çönək. Aha, baxaq bura. Adətən həmişə şəklin yaxşı alınması üçün istədiyim insan, mən dediyim obrazı pozanı verəndə istədiyim həqiqətən alınır. Fotoqraflar şəkil çəkəndə ümumi bir tərəfə baxırlar, amma yəni həqiqətən fotoqraf şəkil çəkəndə bütün mənzərəyə baxmalıdır ki, ola bilər geniş mənzərələrə uyğun qəşəng kadrlar çıxa bilər. İndi elə çəkdiyimiz yerdə orada çiçəkliyi gördüm. Orada dursanız bir dənə maraqlı kadrınızı alındıra bilərik. Şəkillərə bax. Buradan bütün istedadlı gənclərə səslənirəm. Əgər istedadınızın bütün Azərbaycanın görməyini istəyirsinizsə, o zaman özünüz haqqında məlumat yazın və aşağıdakı ünvanlara göndərin. Bunun vasitəsilə çəkiliş kollektivimiz sizinlə maraqlanacaq, gəlib sizi çəkəcək və beləliklə sizi gənc səndə yayımlayacaq. Və beləliklə də sizi bütün Azərbaycan tanıyacaq. İstedadınızı gizlətməyin, bizə qoşulun. ETV-dən olan əməkdaşımız Pərvin və onun qonağını salamlayırıq. Xəyalə gənc şirniyyatçıdır. Onun istedadı barədə bizim süretimizdə ətraflı məlumat var. Amma bununla yanaşı onun bir bacarığı da var. Bu barədə isə Pərvin özü danışacaq. Əsas odur ki, Pərvin özünə həm bir qəhrəman tapıb, həm də gözəl görünüşlü şirniyyatlardan dada bilir. Bu həftədə fərqli bir qəhrəmanla qarşınızdayım. Mən özüm yeməyi, şirniyyatı çox xoşluram və əminəm ki, bu dəfəki sujetim daha fərqli və maraqlı olacaq. Çünki qəhrəmanım gənc şirniyyatçı xanım Xəyalə Sadiqovadır. Xoş gördük Xəyalə. Çox sağ olun, mən də minnətdaram ki, verilişə dəvət etmişsiniz, hər bizə təşəkkürümü bildirirəm. Və bizə şirniyyat hazırlayacağım. İnşallah sizə bir biskvit nekov hazırlayacağım qəşəng. Ərzaqlarımız hər bir şey, bir də şəftəli hazırlayacağım sizin üçün. Hə, təbii ki. Ərzaqlarımız hər bir şey studiyadadır. Hazırlıq prosesində də qəhrəmanımız haqqında məlumatları işləyəcəz. Xəyalə Sadiqova
Gənc və bacarıqlı şirniyyatçı xanım. Şirniyyatçı kimi fəaliyyətə yeni başlasa da bu işə uşaqlıqda maraq göstərib. O təkcə şirniyyat deyil, fərqli yeməkləri də bişirməyə bacarır. Lakin biz onun şirniyyatçı kimi qabiliyyətini nümayiş etdirəcəyik. O hazırladığı tortların bəzədilməsinə xüsusi diqqət yetirir. Bu işlə çoxdan məşğulam. Sadəcə işlətmirdim, daha da bir iş sənətdə işlətmirdim. Marağın nədən yarandı? Ailədə kimsə başqa məşğul olur bu işlə? Yox, sadəcə özümün həvəsi idi. Həvəsim var idi. Həm də çox marağım var idi. Şirniyyat işinə. Elə tort işinə, tort bişirməyi, bəzəməyi və elə onlardan zövq alıram. Məsuliyyət tələb edir, həm də çox maraqlıdır. Mən belə hazır məhsulları yeməkdən zövq alıram. Məsuliyyətli işdə, məsuliyyət tələb edir. Bir günə maksimum neçə tort, bir də xırda şirniyyat hazırlayırlar? Bir gün əslində yəni hazırlayırıq 5-6 tort hazırlaya bilərik. Yəni bacarsaq çox hazırlaya bilərik. Xəyalə qısa müddətdə bir neçə şirniyyat hazırlaya bilər. Cəld və sürətli işləməyi bacarır. Lakin özünü hələ ki peşəkar hesab etmir. Kremlədik hazırdır. Buyurun Fərman bəy, siz şampiyon kremimizi, tort biskvitimizi. Mənim də mükəmməl əl qabiliyyətim var. Bunu göstərək. Alınır yaşa. Hələ öyrənirəm. Peşəkarlığa hələ tezdir. Nə qədər öyrənsəm də peşəkar olmaq üçün hələ tezdir mənim üçün. Hazırlamağı bacarsa da yeməyi bir o qədər də xoşlamır. Səmimi, mehriban və gülərüz xanım ən böyük arzusuna çata bilməyib. O jurnalist olmaq istəyirdi. Lakin sonradan özünü şirniyyatçı kimi daha çox təsdiqləyib. İşini çox sevir. Şirniyyatımız, tortumuz da hazırdır. Xırda şəkərlər də hazır oldu. Mən də sənin təşəkkürümü bildirirəm. Əl qabiliyyətini gördük. İzləyicilərimiz də gördü. Uğurlar arzu edirəm gələcək həyatında da, işində də. Və sənin bizi izləyən gənclərə nəsə deyirəm? Mən də hər kəsə uğurlar arzu edirəm. Arzu edirəm. Verilişə baxmaqlarını dəvət edirəm. Yevlaxdan Pərvin İskəndərov, Elşən Əhmədov, Nigar Rızayeva, Gəncsən üçün. Lənkəranda yaşayan qəhrəmanımız Türkiyədə təhsil alır. 18 yaşlı qəhrəmanımız Sərxan bu həftə qonağımız oldu. 2013-cü ilin fevral ayında Türkiyədə möhtəşəm bir tədbir hazırlanmışdı. Məhz həmin tədbirə bütün Türkiyə ölkələrindən şairlər, musiqiçilər toplanmışdılar. Hər öz ölkəsini təmsil edirdi. Azərbaycandan da bu tədbirə 7 nəfər qatılmışdı. 7 nəfərin içində tək musiqiçi Sərxan olub. O, çırpınırdı Qaradəniz mahnısını məharətlə ifa edib. Mən Kərimli Sərxan, 18 yaşım var. Lənkəran şəhərində yaşayıram. Hal-hazırda ali təhsil aldığım yer Türkiyənin Kocaeli şəhəridir. Menecmentlik fakültəsini oxuyuram. Bir sözlə gitara mənim həyatımdır. Mərdanə sadiq qalar doğma əziz vətənə. Mərdanə sadiq qalar doğma əziz vətənə. Adlı sanlı qəhrəman siz həzini unutmayın. Adlı sanlı qəhrəman siz həzini unutmayın.
Gitara həvəsim uşaqlıqdan olmuşdu mənim. Buna baxmayaraq 7 yaşımda valideynlərim məni piano dərsinə məcburən qoymuşdular. Pianonu sevmədiyim üçün dərslərdən həmişə yayınlardım. 4 il məcburən oxudum pianonu. Sonra piano dərslərindən çıxandan sonra bir neçə ay sonra dostum əskərə gedəndə gitarası mənə əmanət elədi 1 illik. O 1 il ərzində özüm başladım gitaranı öyrənməyə. Sevdiyimdən dolayı bir ay ərzində bir mahnını təmiz artıq bacarırdım. Gitaranı özümə hobbi kimi seçsəm də sonda sənət kimi 4 il sonra sənət olaraq seçdim özümə. Uçdun getdin könül qəfəsimdən, dondu göz yaşların son sözündən. Əlini çəkdin yar əllərimdən, çıxıb getdin heç düşünmədən. Nə olar zaman geri dönsə də səni yenidən qaytara bilsəm, sən nə ola bilsəm, nə olar getmə, düşün məni, mənim sonumu heçə çevirdin, həyat yolumu. Yandım hər gecə, onun həsrəti ilə mən, sevdim onu necə, o bilmədi, yar deyə bilmədim, başqasına yar oldum, onu silə bilmədim, o bilmədim. Yandım hər gecə, onun həsrəti ilə mən, sevdim onu necə, o bilmədi, yar deyə bilmədim, başqasına yar oldum, onu silə bilmədim, o bilmədi. Yandım hər gecə, onun həsrəti ilə mən, sevdim onu necə, o bilmədi, yar deyə bilmədim, başqasına yar oldum, onu silə bilmədim, o bilmədi. Gitar artıq mənim bir həyat tərzim olub. Öz üzərimdə gecə-gündüz çalışıram. Yeni musiqilər aranjman etməyə çalışıram. Buradan da gitar həvəskarlarına demək istəyirəm ki, elə də çətin bir iş deyil, sadəcə həvəs olmalıdır. Bütün tamaşaçılarımıza bizi izlədiklərinə görə dərin təşəkkürümüzü bildiririk və bununla yanaşı, əgər sizin də istedadınız varsa, siz bacarığınıza güvənirsinizsə, o zaman nə edirlər? O zaman öz haqlarında məlumat yazıb bizə göndərirlər və bizim kollektivimiz gəlib sizi çəkir. Daha sonra sizi bütün Azərbaycan tanıyır. Ekran aşağısında gördüyünüz numaralara yazıb öz haqqınızda informasiya göndərməyiniz kifayətdir ki, bizim çəkiliş heyətimiz sizinlə maraqlansın. Bununla yanaşı, bizi daim Facebookdan izləyən müsahiblərimiz var ki, müsahiblər tapmaqda bizə kömək edən tamaşaçılarımız var. Ekran vasitəsilə onlara dərin təşəkkürümüzü bildiririk. Nə yaxşı ki, varsınız və bizə daim işimizdə kömək olursunuz. Daim gənc qalmağınız arzusuyla növbəti proqramımızın sonuna gəlib çatdıq. Gələn həftə görüşmək ümidi ilə. Hələlik.